Aktau şəhərində Azərbaycan və Qazaxıstan konstitusiya və suverenlik ilində əlaqələrin möhkəmləndirilməsi adlı 1-ci beynəlxalq Azərbaycan-Qazaxıstan Yay Gənclər Məktəbi forumu keçirilib. Tədbir Aktau şəhərində fəaliyyət göstərən Azərbaycan Mərkəzi İctimai Fondu, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğu və Qazaxıstanın Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin dəstəyi ilə təşkil edilib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Türkmənistanın baş konsulları, o cümlədən baş konsulluqların 40-dan çox dinləyicisi, Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinin əməkdaşları iştirak ediblər. Konstitusiya quruculuğu, suverenlik, tarixi və mədəniyyətlərarası dialoq sahəsində təcrübə və bilik mübadiləsi aparmaq üçün iştirakçılara əlverişli şərait yaradılaraq iki ölkənin tarixini, mədəniyyətini və ictimai həyatını dərindən anlamağa şərait yaradılıb. Çıxış edən Azərbaycan Respublikasının Aktaudakı baş konsulu Ayxan Süleymanlı, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə konstitusiya və suverenlik ili elan edilməsini, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk konstitusiyasının 1995-ci il noyabrın 12-sində ümumxalq səsverməsi yolu ilə qəbul edildiyini və 12 noyabr tarixinin Azərbaycanda konstitusiya günü kimi qeyd olunduğunu konferans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, konstitusiya suveren dövlətin ayrılmaz atributu, onun müstəqilliyinin və öz müqəddəratını təyin etməsinin rəmzidir. Dövlət suverenliyi günü barədə məlumat verən baş konsul bildirib ki, Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-sində başlanan Vətən müharibəsində qazanılmış tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-sində keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa edilib, Azərbaycanın konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə təmin olunub. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən 20 sentyabr Azərbaycan Respublikasında dövlət suverenliyi gününün elan edildiyi bildirilib. Digər çıxış edənlər Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərindən söz açıblar. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.